Soyuq yoxsa ilıq su? Hansı daha faydalıdır? İsti havalarda yaxud da ki idmandan sonra soyuq su içmək hər birimizi sərinlədir. Lakin soyuq suyun orqanizmimizə bəzi zərərləri var. Soyuq su ilk növbədə həzm sisteminə mənfi təsir göstərir. Həzm prosesini yavaşladır və özəlliklə də yağlı yeməklərdən sonra həzmi pozur. Soyuq su içmək boğazımızda da problemlər yaradır. Soyuq su içdiyimiz zaman boğazımızda selikli qişa qıcıqlanır. Bu zaman boğazda iltihab və ağrılar yaranır. Buz kimi su içən zaman beynimizdə ani damar daralması baş verir. Buna ingiliscə brain freeze deyilir və bu da baş ağrısına səbəb olur. Soyuq su içmək həmçinin bədən istiliyini qəfil dəyişdirə də bilir. Bu da immunitet sistemimizin aşağı düşməsinə və soyuq dəymə riskini artıra bilir. Lakin soyuq sudan fərqli olaraq ilıq su bütün bu proseslərin əksini edir. Yəni həzm sisteminə dəstək olur, qəbzlik problemini aradan qaldırır, qan dövranını yaxşılaşdırır və immun sistemimizə dəstək olur. Bir sözlə, soyuq su içmək insana ani olaraq rahatlıq hissi verə bilər. Lakin ilıq su içmək uzun müddətdə orqanizmə fayda verəcək. Çalışın ki, bunu nəzərə alasınız.